1. Qaçaq Nəbi və yaşadığı dövr. Qaçaq Nəbi Azərbaycan xalqının yetişdirdiyi ən məşhur el igidlərindən biridir. O, Utuqluq əsrin ikinci yarısında yaşamış, zülmə və haqsızlığa qarşı mübarizə aparmış, adı xalqın yaddaşında qəhrəman kimi qalmışdır. Nəbi təkcə silahlı döyüşçü değildi. O, yoxsulların dayağı, ədalətin tərəfdarı və mərdliyi ilə seçilən bir insan idi. Onun həyatı xalq arasında dastanlara, rəvayətlərə və mahnılara çevrilmişdir. Qaçaq Nəbinin yaşadığı dövrdə Azərbaycanın böyük bir hissəsi Rusiya imperiyasının hakimiyyəti altında idi. Çar hökuməti bölgədə öz hakimiyyətini möhkəmləndirmək üçün ağır qanunlar tətbiq edir. Kəndlilərdən yüksək vergilər toplayırdı. Yerli bəylər və varlı torpaq sahibləri də sadə insanların əməyindən istifadə edir. Onları müxtəlif yollarla sıxışdırırdılar. Kəndlilər ağır zəhmətlə dolansalar da qazandıqları məhsulun böyük hissəsini vergi və mülkədar öhdəliklərinə verməyə məcbur qalırdılar. Həmin dövrdə kasıb ailələrin həyatı olduqca çətin idi. Torpağı olmayan kəndlilər başqalarının sahəsində işləyir. Çox zaman öz ailələrini dolandırmaqda çətinlik çəkirdilər. Haqsızlıq edənlərin çoxu cəzasız qalırdı. Məhkəmələr və dövlət idarələri əsasən varlıların tərəfində dayanırdı. Buna görə də sadə insanlar öz haqlarını müdafiə etməkdə aciz qalırdılar. Belə ağır şəraitdə bəzi igidlər haqsızlığa boyun əymədilər. Onlar dağlara çəkilərək zülm edənlərə qarşı silahlı mübarizə aparmağa başladılar. Xalq bu cür igidləri qaçaq adlandırırdı. O dövrdə qaçaq sözü yalnız qanundan qaçan adam mənasını daşımırdı. Xalq arasında bu söz daha çox zülmə qarşı çıxan, yoxsullara kömək edən, haqqı müdafiə edən igid mənasında işlədilirdi. Qaçaq Nəbi də belə igidlərdən biri idi. O, öz şəxsi mənafeyi üçün deyil, ədalət uğrunda mübarizə aparırdı. Zalımlardan aldıqlarını ehtiyacı olan insanlara paylayır, çətin vəziyyətdə qalan ailələrə kömək edirdi. Buna görə də xalq onu sevirdi, gizlədir, qoruyur və ona dayaq olurdu. Qaçaq Nəbinin adı təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın müxtəlif bölgələrində tanınmışdı. Onun igidliyi haqqında xəbərlər kənddən kəndə yayılır. İnsanlar onun göstərdiyi mərdlikdən danışırdılar. Hətta düşmənləri belə onun cəsarətini və döyüş bacarığını etiraf edirdilər. Qaçaq Nəbinin həyatı göstərir ki, xalqın sevgisini qazanmaq üçün yalnız güclü olmaq kifayət deyil. İnsan vicdanlı, ədalətli, sözünün sahibi və mərd olmalıdır. Məhz bu xüsusiyyətlər Nəbini xalq qəhrəmanına çevirmişdir. Bu gün də Qaçaq Nəbi Azərbaycan tarixində azadlıq, mərdlik və ədalət rəmzi kimi yad edilir. Onun haqqında yazılmış kitablar, qoşulmuş mahnılar və söylənilən rəvayətlər xalqımızın milli yaddaşının qiymətli hissəsidir. Növbəti hissədə Qaçaq Nəbinin uşaqlıq və gənclik illəri adlı bölməni təqdim edəcəyəm. Qaçaq Nəbinin uşaqlıq və gənclik illəri. Qaçaq Nəbi təxminən 1854-cü ildə Zəngəzur mahalının Aşağı Moğlu kəndində anadan olmuşdur. O, zəhmətkeş kəndli ailəsində böyümüşdü. Ailəsinin var dövləti yox idi. Valideynləri halal zəhmətlə dolanır, övladlarını da dürüstlük, mərdlik və zəhmətsevərlik ruhunda tərbiyə edirdilər. Nəbi hələ uşaqlıqdan çalışqan və cəsur idi. O, yaşıtları ilə birlikdə kənd işlərində çalışır. Mal-qara otarır, əkin-biçin işlərinə kömək edirdi. Dağlarda və meşələrdə böyüdüyü üçün at sürməyi, dağ yollarını tanımağı və çətin şəraitdə yaşamağı kiçik yaşlarından öyrənmişdi. Bu bacarıqlar sonralar onun mübarizə həyatında mühüm rol oynadı. Kənddə yaşayan insanlar onu doğru danışan, mərd və köməksevər bir oğlan kimi tanıyırdılar. O, zəifə arxa durur, haqsızlıq görən zaman susmurdu. Ədalətsizlik onun təbiətinə uyğun deyildi. Elə buna görə də çoxları gələcəkdə ondan böyük bir igid çıxacağını söyləyirdi.
Həmin illərdə kəndlilərin həyatı olduqca ağır idi. Bəylər və mülkədarlar kəndlilərdən ağır vergilər alır, onların əməyindən amansızcasına istifadə edirdilər. Bir çox ailələr borca düşür, malını, torpağını və hətta evini itirirdi. Çar məmurları isə əksər hallarda bu haqsızlıqlara göz yumurdular. Nəbi böyüdükcə bu ədalətsizlikləri daha yaxından görməyə başladı. O, varlı ilə kasıb arasındakı böyük fərqi hiss edir. Yoxsul insanların çəkdiyi əziyyətə acıyırdı. Xüsusilə kasıb ailələrin incidilməsi onu dərindən sarsıdırdı. O anlayırdı ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Gənclik illərində Nəbi həm fiziki gücü, həm də çevikliyi ilə seçilirdi. O, at sürməkdə, nişan almaqda və silah işlətməkdə mahir idi. Dağ yollarını yaxşı tanıdığı üçün təhlükəli yerlərdə belə inamla hərəkət edirdi. Dostları ona güvənir. Ağsaqqallar isə onun ağıllı davranışlarını yüksək qiymətləndirirdilər. Nəbi sadəcə güclü deyil, həm də sözünün sahibi idi. Verdiyi vədə sadiq qalır, heç kəsə xəyanət etmirdi. O, kasıblara əl tutur, ehtiyacı olanlara kömək etməyə çalışırdı. Bu xüsusiyyətləri onun xalq arasında hörmət qazanmasına səbəb olmuşdu. Lakin zaman keçdikcə bəylərin və çar məmurlarının zülmü daha da artdı. Haqsız yerə döyülən, həbs olunan və malı əlindən alınan kəndlilərin sayı çoxalırdı. Bu hadisələr Nəbinin həyatında dönüş nöqtəsi oldu. O, artıq zülmə dözməyin mümkün olmadığını başa düşdü və haqsızlığa qarşı mübarizə aparmaq qərarına gəldi. Beləliklə, zəhmətkeş bir kəndli balası olan Nəbi, sonralar xalqın müdafiəçisi, mərdliyi ilə şöhrət qazanan el igidinə çevrildi. Onun uşaqlıq və gənclik illərində qazandığı həyat təcrübəsi, cəsarəti və dürüstlüyü gələcək mübarizəsinin əsasını təşkil etdi. Növbəti hissədə qaçaqçılıq yoluna çıxmasının səbəbləri mövzusu təqdim olunacaq. Üç. Qaçaqçılıq yoluna çıxmasının səbəbləri. Qaçaq Nəbinin qaçaqçılıq yoluna çıxması təsadüfi hadisə deyildi. Bu qərar uzun illər gördüyü haqsızlıqların, zülmün və təhqirlərin nəticəsi idi. O dövrdə kəndlilər ağır vergilər ödəyir. Bəylərin və çar məmurlarının istədikləri hər işi görməyə məcbur edilirdilər. Ən kiçik etiraz isə cəza ilə qarşılanırdı. Nəbi gənclik illərindən kəndlilərin necə əzildiyini öz gözləri ilə görürdü. Bəzən yoxsul ailələrin son tikə çörəyi də vergi adı ilə əllərindən alınırdı. Mal qarası müsadirə olunan, torpağından çıxarılan, haqsız yerə döyülən insanlar kömək üçün müraciət etsələr də çox vaxt onlara haqq qazandıran olmurdu. Bir gün baş verən hadisələr Nəbinin həyatını tamamilə dəyişdirdi. Rəvayətlərə görə o haqsızlıq edən bəylərdən və onların adamlarından birinə qarşı çıxmış, bunun nəticəsində çar hakimiyyəti tərəfindən təqib olunmağa başlamışdı. Artıq kənddə qalmaq onun üçün təhlükəli idi. Həbs olunacağını anlayan Nəbi dağlara çəkildi və qaçaq həyatı yaşamağa başladı. Lakin o, dağlara yalnız canını qurtarmaq üçün getməmişdi. Nəbinin məqsədi zülmkarla mübarizə aparmaq, kasıb insanların haqqını qorumaq idi. O, ətrafına özünə inanan mərd və cəsur igidləri topladı. Beləcə, kiçik bir dəstə yarandı. Bu dəstənin əsas qayəsi varlanmaq deyil, haqsızlığa qarşı çıxmaq idi. Qaçaq Nəbi və silahdaşları kəndlilərə, zülm edən bəylərə, rüşvətxor məmurlara və xalqı incidən silahlı dəstələrə qarşı mübarizə aparırdılar. Əldə etdikləri qənimətin bir hissəsini ehtiyacı olan ailələrə paylayır, yoxsullara ərzaq, mal, qara və pul ilə kömək edirdilər. Buna görə də sadə insanlar onları gizlədir, təhlükə zamanı xəbər göndərir və hər cür dəstək göstərirdilər. Qaçaq həyatı çox ağır idi. Nəbi və yoldaşları bəzən günlərlə dağlarda qalır, soyuğa, aclığa və yorğunluğa dözürdülər. Onlar daim çar əskərlərinin təqibi altında yaşayırdılar. Buna baxmayaraq, Nəbi heç vaxt mübarizəsindən əl çəkmədi. O inanırdı ki, zülmə boyun əyməkdənsə azad yaşamaq daha şərəflidir. Qaçaq Nəbi döyüşlərdə ağıllı və tədbirli davranırdı. O, dağ yollarını yaxşı bildiyi üçün düşmənini çaşdırmağı bacarırdı. Açıq döyüşdən daha çox qəfil hücumlara üstünlük verir. Lazımsız qan tökülməsinə yol verməməyə çalışırdı. Əgər qarşı tərəf təslim olurdusa, çox vaxt onu bağışlayırdı. Lakin xalqa zülm edənləri cəzasız da qoymurdu.
Onun adı qısa müddətdə bütün Zəngəzurda və ətraf bölgələrdə yayılmağa başladı. Çar hakimiyyəti onu tutmaq üçün dəfələrlə silahlı dəstələr göndərdi. Lakin xalqın dəstəyi və Nəbinin çevikliyi sayəsində bu cəhdlərin çoxu nəticəsiz qalırdı. Beləliklə, qaçaq Nəbi şəxsi mənfəəti üçün deyil, xalqın haqqını qorumaq məqsədi ilə qaçaqçılıq yolunu seçmişdi. Məhz buna görə də o sadəcə bir qaçaq deyil, xalq qəhrəmanı kimi tanındı və sevildi. Növbəti hissə: Qaçaq Nəbi və Həcər, ömür gün yoldaşlığı və birgə mübarizə. Dörd. Qaçaq Nəbi və Həcər, ömür gün yoldaşlığı və birgə mübarizə. Qaçaq Nəbinin həyatından danışarkən Həcərin adını çəkməmək mümkün deyildir. Həcər təkcə Nəbinin həyat yoldaşı deyil, həm də onun ən yaxın sirdaşı, silahdaşı və mübarizə yoldaşı olmuşdur. Azərbaycan tarixində və xalq yaradıcılığında Həcər mərdliyi, cəsarəti və sədaqəti ilə seçilən qadın obrazı kimi böyük hörmət qazanmışdır. Həcər sadə kəndli ailəsində böyümüşdü. Uşaqlıqdan zəhmətə alışmış, çətin həyat şəraitində yaşamışdı. O qorxmaz, iradəli və mərd bir qız idi. Hələ gənc yaşlarından haqqı müdafiə etməyi, doğru söz deməyi üstün tuturdu. El arasında onun cəsarəti haqqında müxtəlif söhbətlər dolaşırdı. Nəbi ilə Həcər ailə qurduqdan sonra onların həyatı adi bir ailənin həyatı olmadı. Nəbi qaçaq həyatı yaşamağa başladıktan sonra Həcər də onu tək qoymadı. O, rahat və təhlükəsiz həyat seçmək əvəzinə həyat yoldaşı ilə birlikdə dağlara çıxmağa üstünlük verdi. Bu qərar böyük cəsarət tələb edirdi. Dağ həyatı son dərəcə ağır idi. Soyuq qış gecələri, uzun yolçuluqlar, ərzaq çatışmazlığı və daimi təhlükə onların gündəlik həyatının ayrılmaz hissəsi idi. Buna baxmayaraq, Həcər heç vaxt ruhdan düşmürdü. O, həm Nəbiyə mənəvi dayaq olur, həm də lazım gəldikdə silah götürərək döyüşə qatılırdı. Rəvayətlərdə və xalq dastanlarında Həcərin at belində igidlər kimi hərəkət etdiyi, silahdan məharətlə istifadə etdiyi və çətin anlarda Nəbinin həyatını xilas etdiyi söylənilir. Onun qorxmazlığı dostları heyrətləndirir, düşmənlərini isə çaşdırırdı. Həcər sübut etmişdi ki, vətən sevgisi, mərdlik və iradə qadın və ya kişi ayırmır. Nəbi ilə Həcər bir-birinə sonsuz inam bəsləyirdilər. Onlar ən çətin günlərdə belə bir-birlərinə arxa olur, hər qərarı birlikdə verirdilər. Bu qarşılıqlı etibar onların mübarizəsini daha da gücləndirirdi. Xalq Həcəri böyük məhəbbətlə sevirdi. Kəndlilər onu qonaqpərvər, mərhəmətli və qayğıkeş qadın kimi tanıyırdılar. Harada ehtiyacı olan bir ailə görsəydi, imkan daxilində kömək etməyə çalışardı. Bu xeyirxahlığına görə insanlar ona dərin hörmət bəsləyirdilər. Çar hakimiyyəti və yerli məmurlar yaxşı bilirdilər ki, Həcər Nəbinin ən böyük dayağıdır. Buna görə də onu ələ keçirməyə və ya Nəbidən ayırmağa dəfələrlə cəhd göstərmişdilər. Lakin Həcər bütün təzyiqlərə sinə gərmiş, öz yolundan dönməmişdi. Qaçaq Nəbi ilə Həcərin həyatı Azərbaycan xalqı üçün sədaqətin, mərdliyin və vəfa hissinin gözəl nümunəsinə çevrilmişdir. Onların adı bugün də xalq mahnılarında, dastanlarda və rəvayətlərdə birlikdə çəkilir. Bu, onların bir-birinə olan sonsuz bağlılığının və ortaq mübarizəsinin ən gözəl sübutudur. Beləliklə, Həcər təkcə qaçaq Nəbinin həyat yoldaşı deyil, həm də onun qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsi olmuşdur. Azərbaycan qadınının mərdliyi və iradəsi haqqında danışarkən Həcərin adı həmişə ehtiramla yad edilir. Növbəti hissədə Qaçaq Nəbinin mübarizə illəri və ən məşhur döyüşləri mövzusundan bəhs ediləcək. 5. Qaçaq Nəbinin mübarizə illəri və ən məşhur döyüşləri. Qaçaq Nəbinin mübarizə illəri Azərbaycan tarixində cəsarət, dözüm və mərdlik nümunəsi kimi xatırlanır. O, uzun illər Çar hakimiyyətinə, zalım bəylərə və xalqı incidən məmurlara qarşı mübarizə apardı. Onun əsas məqsədi var dövlət toplamaq deyildi. Nəbi istəyirdi ki, kasıb insanların haqqı tapdalanmasın, heç kəs haqsızlığa məruz qalmasın. Nəbinin dəstəsi çox böyük değildi. Onun yanında yalnız etibar etdiyi cəsur və mərd insanlar olurdu. Dəstənin hər üzvü ağır şəraitdə yaşamağa, təhlükə ilə üz-üzə qalmağa hazır idi. Onlar bir-birinə sadiq qalır, çətin anlarda yoldaşlarını tək buraxmırdılar. Qaçaq Nəbi döyüşlərdə ağıldan və çeviklikdən istifadə edirdi. O bilirdi ki, sayca çox olan düşmənə qarşı yalnız düzgün plan qurmaqla qalib gəlmək mümkündür. Buna görə də o, dağların, dərələrin və meşələrin xüsusiyyətlərini yaxşı öyrənmişdi.
Bu yerlər ona həm sığınacaq olur, həm də döyüş zamanı üstünlük qazandırırdı. Çar hökuməti onu tutmaq üçün dəfələrlə silahlı dəstələr göndərirdi. Bu dəstələr kəndləri gəzərək Nəbi haqqında məlumat toplamağa çalışır, onu gizlədən insanları cəzalandırırdılar. Lakin kəndlilər Nəbiyə olan sevgilərinə görə onun yerini demirdilər. Əksinə, təhlükə yaxınlaşanda xəbər göndərir, ərzaq və başqa kömək göstərirdilər. Nəbinin dəstəsi bəzən qəfil hücum edərək xalqı incidən məmurların silahlarını əllərindən alır, haqsız yolla topladıkları malları yoxsullara qaytarırdı. Belə hadisələrdən sonra onun şöhrəti daha da artırdı. İnsanlar inanırdılar ki, Nəbi onların haqq səsini eşidən və köməyə gələn bir igiddir. Rəvayətlərdə deyilir ki, qaçaq Nəbi bir neçə dəfə sayca özündən çox olan silahlı dəstələrin mühasirəsindən sağ çıxmışdır. O, soyuqqanlı davranır, yoldaşlarını təhlükəsiz yerə çıxarmağı bacarırdı. Bu xüsusiyyətləri ona böyük hörmət qazandırmışdı. Nəbi döyüşlər zamanı dinc insanlara zərər vurmağı düzgün hesab etmirdi. O, qadınlara, uşaqlara və günahsız insanlara toxunmağı qadağan etmişdi. Bu davranışı onun mərd və vicdanlı insan olduğunu göstərirdi. Xalq da məhz buna görə onu adi bir silahlı adam kimi deyil, ədalət uğrunda mübarizə aparan qəhrəman kimi qəbul edirdi. Onun igidliyi haqqında xəbərlər təkcə Zəngəzurda deyil, Qarabağda, Naxçıvanda, İrəvan bölgəsində və başqa yerlərdə də yayılmışdı. Aşıqlar el məclislərində onun haqqında dastanlar söyləyir, koşmalar oxuyurdular. Beləliklə, qaçaq Nəbinin adı hələ sağlığında dillərdə dolaşan bir qəhrəmana çevrilmişdi. Lakin uzun illər davam edən mübarizə həm Nəbi, həm də silahdaşları üçün ağır sınaq idi. Daim təqib olunmaq, dağlarda yaşamaq və hər an ölüm təhlükəsi ilə üzləşmək böyük dözüm tələb edirdi. Buna baxmayaraq, Nəbi son nəfəsinə qədər öz yolundan dönmədi. Qaçaq Nəbinin mübarizə illəri göstərdi ki, xalqın sevgisini qazanmaq üçün təkcə cəsarət deyil, dürüstlük, mərhəmət və ədalət də lazımdır. Məhz bu keyfiyyətlər onu Azərbaycanın ən məşhur xalq qəhrəmanlarından birinə çevirmişdir. Növbəti hissədə Qaçaq Nəbinin xalq arasında qazandığı şöhrət və onun haqqında yaranmış rəvayətlər mövzusu təqdim olunacaq. Alt. Qaçaq Nəbinin xalq arasında qazandığı şöhrət və onun haqqında yaranmış rəvayətlər. Qaçaq Nəbinin şöhrəti təkcə döyüşlərdə göstərdiyi igidliklə bağlı deyildi. Xalq onu hər şeydən əvvəl ədalətli, mərd və sözünün üstündə duran insan kimi sevirdi. O, kasıbın haqqını qoruyur, zülm edənlərə qarşı qorxmadan çıxış edirdi. Buna görə də adı qısa müddətdə Azərbaycanın müxtəlif bölgələrinə yayıldı. Kəndlərdə yaşayan insanlar Nəbi haqqında böyük hörmətlə danışırdılar. Ağsaqqallar onun mərdliyindən nümunə göstərir. Analar övladlarına Nəbi kimi cəsur və doğruçu olmağı arzulayırdılar. Gənclər isə onun igidliyini özlərinə örnək hesab edirdilər. Qaçaq Nəbi haraya gedirdisə, sadə insanlar ona kömək göstərirdilər. Kimisi ərzaq verirdi, kimisi atını, kimisi isə gecələmək üçün evini açırdı. Bu kömək qorxudan deyil, sevgidən və inamdan doğurdu. Xalq bilirdi ki, Nəbi heç vaxt günahsız insana zərər vurmaz. Onun haqqında çoxlu rəvayətlər yaranmışdır. Bu rəvayətlərdə Nəbi cəsur, ağıllı və uzaq görən insan kimi təsvir edilir. Deyilənə görə, o çətin vəziyyətlərdə soyuqqanlı davranar, ən təhlükəli anlarda belə çıxış yolu tapa bilərdi. Bəzi rəvayətlərdə isə onun tək başına böyük silahlı dəstələrə qarşı mübarizə apardığı söylənilir. Bu rəvayətlərin hamısını tarixi hadisə kimi qəbul etmək düzgün olmasa da, onlar xalqın Nəbiyə olan böyük məhəbbətini göstərir. Aşıqlar el şənliklərində və məclislərdə Qaçaq Nəbi haqqında qoşmalar, gəraylılar və dastanlar söyləyirdilər. Bu əsərlərdə onun cəsarəti, Həcərə olan sədaqəti və yoxsullara etdiyi yaxşılıqlar tərənnüm olunurdu. Beləcə, Nəbinin adı nəsildən nəslə keçərək bu günümüzə qədər gəlib çatmışdır. Qaçaq Nəbinin adı ilə bağlı söylənilən əhvalatlarda onun mərhəməti də xüsusi qeyd olunur. Deyirlər ki, o çətin vəziyyətdə olan ailələrə gizlicə kömək edər, kimsənin xətrinə dəyməməyə çalışardı. Əgər bir adam peşman olduğunu bildirirdisə və bir daha haqsızlıq etməyəcəyinə söz verirdisə, Nəbi onu bağışlamağı üstün tutardı. Xalq arasında belə bir fikir yayılmışdı ki, harada haqsızlıq varsa Nəbi gec-tez oraya çatacaq. Bu inam insanlara ümid verir, onları ruhlandırırdı. Elə buna görə də onun adı sadəcə bir insanın adı deyil, ədalət rəmzinə çevrilmişdi.
Qaçaq Nəbi haqqında yaranmış mahnılar və rəvayətlər Azərbaycan xalq ədəbiyyatının qiymətli nümunələri sayılır. Bu əsərlər təkcə onun igidliyini deyil, xalqın azadlıq arzularını, ədalət istəyini və mərdliyə verdiyi yüksək qiyməti də əks etdirir. Bugün də Qaçaq Nəbinin adı böyük ehtiramla yad edilir. Onun haqqında yazılmış kitablar, elmi araşdırmalar, bədii əsərlər və çəkilmiş filmlər göstərir ki, xalq öz qəhrəmanını unutmamışdır. Aradan uzun illər keçməsinə baxmayaraq, Qaçaq Nəbi Azərbaycan xalqının yaddaşında haqqın, mərdliyin və azadlıq sevgisinin rəmzi olaraq yaşayır. Növbəti hissədə Qaçaq Nəbinin son döyüşü və şəhid olması mövzusu təqdim ediləcək. 7. Qaçaq Nəbinin son döyüşü və şəhid olması. Qaçaq Nəbi uzun illər Çar hakimiyyətinə və zalım bəylərə qarşı mübarizə apardıqdan sonra hakim dairələrin ən çox axtardığı adamlar sırasında idi. Çar hökuməti onu ələ keçirmək üçün dəfələrlə xüsusi silahlı dəstələr göndərmiş. Lakin bu cəhdlərin əksəriyyəti nəticəsiz qalmışdı. Xalqın ona göstərdiyi dəstək və Nəbinin tədbirliliyi düşmənlərin işini xeyli çətinləşdirirdi. Lakin zaman keçdikcə vəziyyət daha da ağırlaşdı. Çar məmurları Nəbini açıq döyüşdə məğlub etməyin çətin olduğunu anlayaraq başqa yollar axtarmağa başladılar. Onlar müxtəlif vədlər verməklə bəzi adamları ələ almağa, Nəbinin yerini öyrənməyə çalışırdılar. Təəssüf ki, pul və mükafat naminə vicdanını satan insanlar da tapılırdı. Tarixi mənbələrin bildirdiyinə görə Qaçaq Nəbi 1896-cı ildə xaincəsinə qətlə yetirilmişdir. O, düşmənlə üz-üzə gedən açıq döyüşdə deyil, əvvəlcədən hazırlanmış sui-qəsdin qurbanı olmuşdu. Bu hadisə xalq arasında böyük kədər doğurdu. İnsanlar bu xəbərə uzun müddət inana bilmirdilər. Nəbinin ölümü onun silahdaşlarını və ailəsini dərin sarsıntıya saldı. Xüsusilə Həcər üçün bu itki çox ağır idi. O, ömrünün ən yaxın insanını, çətin günlərin sirdaşını və mübarizə yoldaşını itirmişdi. Buna baxmayaraq Həcər mərdliyini itirmədi və həyatının sonuna qədər Nəbinin xatirəsinə sadiq qaldı. Qaçaq Nəbinin vəfatı ilə onun başladığı mübarizə ruhu yox olmadı. Əksinə, xalq arasında onun haqqında daha çox dastanlar söylənməyə, mahnılar oxunmağa başladı. İnsanlar onun igidliyini, ədalətini və mərdliyini gənc nəsillərə nümunə göstərirdilər. Nəbinin ölümündən sonra Çar hakimiyyəti onun dəstəsini tamamilə dağıtmağa çalışdı. Lakin xalqın qəlbindən Qaçaq Nəbinin adını silə bilmədi. Çünki onun qazandığı hörmət silahla deyil, xeyirxahlıq, dürüstlük və ədalətlə qazanılmışdı. Bugün tarixçilər Qaçaq Nəbinin fəaliyyətini araşdırarkən, onun dövrünün ictimai hadisələrini də nəzərə alırlar. O, sadəcə silahlı mübarizə aparan bir şəxs deyildi. O, haqsızlığa qarşı çıxan, sadə insanların haqqını müdafiə edən el igidi idi. Buna görə də xalq onu qəhrəman kimi qəbul etmişdir. Qaçaq Nəbinin həyatı göstərir ki, haqq yolunda mübarizə aparan insanlar ömürlərini itirsələr də adları yaşayır. Onun xatirəsi bugün də Azərbaycan xalqının milli yaddaşında yaşayır. Mərdlik və vətən sevgisinin parlaq nümunəsi kimi hörmətlə anılır. Növbəti hissədə Qaçaq Nəbinin Azərbaycan tarixində, ədəbiyyatında və mədəniyyətində yeri mövzusu təqdim olunacaq. 8. Qaçaq Nəbinin Azərbaycan tarixində, ədəbiyyatında və mədəniyyətində yeri. Qaçaq Nəbi Azərbaycan xalqının yaddaşında yalnız tarixi şəxsiyyət kimi deyil, həm də xalq qəhrəmanı kimi yaşayır. Onun adı cəsarət, mərdlik, ədalət və azadlıq sevgisi ilə birlikdə çəkilir. Aradan uzun illər keçsə də, Nəbi haqqında yaranmış xatirələr bugün də yaşayır və yeni nəsillərə çatdırılır. Azərbaycan tarixində Qaçaq Nəbi Xniks əsrdə zülmə qarşı çıxan xalq hərəkatının tanınmış nümayəndələrindən biri hesab olunur. O, sadə kəndlilərin hüquqlarını müdafiə etmiş, haqsızlığa boyun əyməmişdir. Bu səbəbdən xalq onu öz qəhrəmanı kimi qəbul etmişdir. Qaçaq Nəbinin adı xalq ədəbiyyatında da geniş yer tutur. Onun haqqında çoxlu rəvayətlər, dastanlar, qoşmalar və el mahnıları yaranmışdır. Aşıqlar məclislərdə onun igidliyindən, Həcərlə sədaqətindən və çətin mübarizə yolundan böyük məhəbbətlə danışmışlar. Bu əsərlər uzun illər ağızdan ağıza keçərək qorunub saxlanılmışdır. Azərbaycan yazıçıları da Qaçaq Nəbinin həyatına xüsusi maraq göstərmişlər. Müxtəlif dövrlərdə onun haqqında hekayələr, romanlar, piyeslər və elmi araşdırmalar yazılmışdır.
Bu əsərlərdə Nəbinin xalq sevgisi qazanan xüsusiyyətləri, mübarizəsi və dövrünün ictimai hadisələri təsvir edilmişdir. Qaçaq Nəbinin həyatından bəhs edən bədii filmlər və tamaşalar da hazırlanmışdır. Bu ekran əsərləri onun həyatını daha geniş oxucu və tamaşaçı kütləsinə tanıtmış, xalq qəhrəmanının xatirəsinin yaşamasına xidmət etmişdir. Nəbinin həyat yoldaşı Həcər də Azərbaycan mədəniyyətində xüsusi yer tutur. O, cəsarətli, vəfalı və iradəli Azərbaycan qadının rəmzi kimi tanınır. Həcərin adı Nəbi ilə birlikdə çəkilir və onların ömür yolu xalq arasında sədaqət nümunəsi hesab olunur. Bu gün Azərbaycanın müxtəlif bölgələrində Qaçaq Nəbinin adı ehtiramla yad edilir. Onun haqqında məktəblərdə dərslər keçirilir, kitablar oxunur, elmi araşdırmalar aparılır. Gənclərə onun həyat yolu mərdlik, dürüstlük və vətən sevgisi nümunəsi kimi təqdim edilir. Qaçaq Nəbinin irsi göstərir ki, xalqın sevgisini qazanmaq üçün gücdən daha çox ədalət, vicdan və xeyirxahlıq lazımdır. Məhz bu xüsusiyyətlər onu 100 ildən artıqdır ki, xalqın qəlbində yaşadır. Qaçaq Nəbi Azərbaycan tarixinin unudulmayan şəxsiyyətlərindən biridir. Onun adı gələcək nəsillər üçün də azadlıq ruhunun, haqq uğrunda mübarizənin və mərd insanın simvolu olaraq yaşayacaqdır. Nəticə: Qaçaq Nəbinin həyatı Azərbaycan xalqının qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biridir. O, çətin və təhlükəli bir dövrdə yaşamış, haqsızlığa qarşı mübarizə aparmış, kasıb və köməksiz insanların yanında olmuşdur. Onun həyatı göstərir ki, insan həmişə haqqın və ədalətin tərəfində dayanmalıdır. Nəbinin mərdliyi, Həcərin vəfası, xalqın onlara olan sevgisi bu gün də öz dəyərini qoruyub saxlayır. Onlar Azərbaycan xalqının milli mənəvi dəyərlərinin ayrılmaz hissəsinə çevrilmiş, igidlik və sədaqət nümunəsi kimi tarixdə əbədi yer tutmuşlar. Qaçaq Nəbinin adı gələcək nəsillər tərəfindən də hörmətlə anılacaq. Onun haqqında yazılmış əsərlər və söylənilən dastanlar xalqımızın milli yaddaşını yaşatmağa davam edəcəkdir. 8. Qaçaq Nəbinin Azərbaycan tarixində, ədəbiyyatında və mədəniyyətində yeri. Qaçaq Nəbi Azərbaycan xalqının yaddaşında yalnız tarixi şəxsiyyət kimi deyil, həm də xalq qəhrəmanı kimi yaşayır. Onun adı cəsarət, mərdlik, ədalət və azadlıq sevgisi ilə birlikdə çəkilir. Aradan uzun illər keçsə də, Nəbi haqqında yaranmış xatirələr bugün də yaşayır və yeni nəsillərə çatdırılır. Azərbaycan tarixində Qaçaq Nəbi Xniks əsrdə zülmə qarşı çıxan xalq hərəkatının tanınmış nümayəndələrindən biri hesab olunur. O, sadə kəndlilərin hüquqlarını müdafiə etmiş, haqsızlığa boyun əyməmişdir. Bu səbəbdən xalq onu öz qəhrəmanı kimi qəbul etmişdir. Qaçaq Nəbinin adı xalq ədəbiyyatında da geniş yer tutur. Onun haqqında çoxlu rəvayətlər, dastanlar, qoşmalar və el mahnıları yaranmışdır. Aşıqlar məclislərdə onun igidliyindən, Həcərlə sədaqətindən və çətin mübarizə yolundan böyük məhəbbətlə danışmışlar. Bu əsərlər uzun illər ağızdan ağıza keçərək qorunub saxlanılmışdır. Azərbaycan yazıçıları da Qaçaq Nəbinin həyatına xüsusi maraq göstərmişlər. Müxtəlif dövrlərdə onun haqqında hekayələr, romanlar, piyeslər və elmi araşdırmalar yazılmışdır. Bu əsərlərdə Nəbinin xalq sevgisi qazanan xüsusiyyətləri, mübarizəsi və dövrünün ictimai hadisələri təsvir edilmişdir. Qaçaq Nəbinin həyatından bəhs edən bədii filmlər və tamaşalar da hazırlanmışdır. Bu ekran əsərləri onun həyatını daha geniş oxucu və tamaşaçı kütləsinə tanıtmış, xalq qəhrəmanının xatirəsinin yaşamasına xidmət etmişdir. Nəbinin həyat yoldaşı Həcər də Azərbaycan mədəniyyətində xüsusi yer tutur. O, cəsarətli, vəfalı və iradəli Azərbaycan qadının rəmzi kimi tanınır. Həcərin adı Nəbi ilə birlikdə çəkilir və onların ömür yolu xalq arasında sədaqət nümunəsi hesab olunur. Bu gün Azərbaycanın müxtəlif bölgələrində Qaçaq Nəbinin adı ehtiramla yad edilir. Onun haqqında məktəblərdə dərslər keçirilir, kitablar oxunur, elmi araşdırmalar aparılır. Gənclərə onun həyat yolu mərdlik, dürüstlük və vətən sevgisi nümunəsi kimi təqdim edilir. Qaçaq Nəbinin irsi göstərir ki, xalqın sevgisini qazanmaq üçün gücdən daha çox ədalət, vicdan və xeyirxahlıq lazımdır. Məhz bu xüsusiyyətlər onu 100 ildən artıqdır ki, xalqın qəlbində yaşadır. Qaçaq Nəbi Azərbaycan tarixinin unudulmayan şəxsiyyətlərindən biridir. Onun adı gələcək nəsillər üçün də azadlıq ruhunun, haqq uğrunda mübarizənin və mərd insanın simvolu olaraq yaşayacaqdır. Nəticə:
Qaçaq Nəbinin həyatı Azərbaycan xalqının qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biridir. O, çətin və təhlükəli bir dövrdə yaşamış, haqsızlığa qarşı mübarizə aparmış, kasıb və köməksiz insanların yanında olmuşdur. Onun həyatı göstərir ki, insan həmişə haqqın və ədalətin tərəfində dayanmalıdır. Nəbinin mərdliyi, Həcərin vəfası, xalqın onlara olan sevgisi bugün də öz dəyərini qoruyub saxlayır. Onlar Azərbaycan xalqının milli mənəvi dəyərlərinin ayrılmaz hissəsinə çevrilmiş, igidlik və sədaqət nümunəsi kimi tarixdə əbədi yer tutmuşlar. Qaçaq Nəbinin adı gələcək nəsillər tərəfindən də hörmətlə anılacaq. Onun haqqında yazılmış əsərlər və söylənilən dastanlar xalqımızın milli yaddaşını yaşatmağa davam edəcəkdir. Yuxarıdakı nəticə bölməsi ilə mövzu məntiqi olaraq tamamlanmışdı. Lakin həcmi böyütmək istəyirsinizsə, əlavə bölmələrlə davam edə bilərik. Şəkil 9. Qaçaq Nəbinin xarakteri və şəxsi keyfiyyətləri. Qaçaq Nəbi yalnız igid döyüşçü deyildi. O, yüksək mənəvi keyfiyyətlərə malik, sözübütöv və vicdanlı insan idi. Onu tanıyanlar Nəbinin heç vaxt yalan danışmadığını, verdiyi sözə əməl etdiyini və dostlarına sadiq qaldığını söyləyirdilər. Bu xüsusiyyətlər xalqın ona olan sevgisini daha da artırmışdı. Nəbi mərdliyi hər şeydən üstün tuturdu. O, heç vaxt silahsız və günahsız insana əl qaldırmazdı. Döyüşlərdə də ədalətə riayət etməyə çalışar, lazımsız qan tökülməsini istəməzdi. Onun üçün əsas məqsəd insanlara zülm edənləri cəzalandırmaq idi. Qaçaq Nəbi kasıb insanların dərdinə şərik olurdu. Ehtiyac içində yaşayan ailələrə əlindən gələn köməyi göstərirdi. Xalq arasında onun gecələr gizlicə yoxsul ailələrin qapısına ərzaq və ya pul qoyması haqqında rəvayətlər bugün də danışılır. Bu hadisələrin hamısını tarixi fakt kimi qəbul etmək mümkün olmasa da, onlar xalqın Nəbiyə olan dərin hörmətini əks etdirir. Nəbi çox təmkinli insan idi. Çətin vəziyyətlərdə həyəcanlanmaz, əvvəlcə düşünər, sonra qərar verərdi. Silahdaşları da onun bu xüsusiyyətinə görə ona böyük etibar göstərirdilər. Onlar bilirdilər ki, Nəbi heç vaxt düşünülməmiş addım atmayacaq. Onun qonaqpərvərliyi də dillərdə gəzirdi. Dostunu da, tanımadığı insanı da mehribanlıqla qarşılayardı. İnsanlara hörmətlə yanaşar, böyüklərin sözünə qulaq asardı. Ağsaqqallara ehtiram göstərmək onun həyat qaydalarından biri idi. Qaçaq Nəbi vətənini çox sevirdi. O, doğulduğu torpaqları, dağları, çayları və kəndləri öz canı qədər əziz bilirdi. Elə buna görə də rahat həyat yaşamaq imkanı olsa belə, doğma elini tərk etməmiş, ömrünün sonuna qədər həmin torpaqlarda mübarizə aparmışdır. Onun ən böyük xüsusiyyətlərindən biri də ümidsizliyə qapılmaması idi. Qarşılaşdığı çətinliklər nə qədər ağır olsa da, ruhdan düşməz, yoldaşlarına da ümid verərdi. O inanırdı ki, haqq gec-tez qalib gələcək. Məhz bu mənəvi keyfiyyətlər Qaçaq Nəbini sadəcə silahlı bir döyüşçü deyil, xalqın sevimli qəhrəmanına çevirmişdir. İnsanlar onu gücünə görə deyil, dürüstlüyünə, mərhəmətinə və ədalətinə görə sevmişlər. Növbəti hissədə Qaçaq Nəbi haqqında xalq yaradıcılığı, dastanlar, mahnılar və rəvayətlər mövzusunu təqdim edə bilərəm. Bununla mövzunun ümumi həcmi 40.000 simvola yaxınlaşacaq. 10. Qaçaq Nəbi haqqında xalq yaradıcılığı, dastanlar, mahnılar və rəvayətlər. Qaçaq Nəbinin igidliyi hələ sağlığında xalq arasında dillər əzbəri olmuşdu. O, zülmə qarşı mübarizə apardığı üçün sadə insanlar onun haqqında müxtəlif əhvalatlar danışır, igidliyini tərifləyirdilər. Bu söhbətlər zaman keçdikcə zəngin xalq yaradıcılığı nümunələrinə çevrilmişdir. Azərbaycan aşıqları Qaçaq Nəbi haqqında çoxlu qoşmalar, gəraylılar və dastanlar yaratmışlar. El məclislərində sazın müşayiəti ilə oxunan bu əsərlər xalqın qəhrəmanına olan sevgisini ifadə edirdi. Aşıqlar Nəbinin cəsarətindən, Həcərin vəfasından, xalqın çətin günlərində onların göstərdiyi köməkdən bəhs edirdilər. Qaçaq Nəbi haqqında yaranmış dastanlarda onun igidliyi daha parlaq boyalarla təsvir olunur. Bu dastanlarda Nəbi qorxmaz, ağıllı, mərd və ədalətli insan kimi təqdim edilir. O, heç vaxt zəifə güc göstərmir, həmişə haqqın tərəfində dayanır. Dastanların əsas məqsədi xalqın arzuladığı igid insan obrazını yaşatmaq olmuşdur. Xalq mahnılarında da Qaçaq Nəbinin adı böyük məhəbbətlə çəkilir.
Bu mahnılarda onun dağlarda keçən ömrü, çətin mübarizə yolu, Həcərlə birlikdə yaşadığı ağır günlər və xalqın ona bəslədiyi sevgi tərənnüm edilir. Bu mahnılar uzun illər el şənliklərində, toy məclislərində və aşıq məclislərində oxunmuşdur. Qaçaq Nəbi haqqında söylənilən rəvayətlərin bir çoxunda onun xeyirxahlığından danışılır. Deyilənə görə, o, kasıb ailələrin ehtiyacını ödəyər, yetim uşaqlara kömək edər, haqsız yerə incidilən insanların yanında dayanardı. Tarixi baxımdan bu rəvayətlərin hamısını sübut etmək mümkün olmasa da, onların xalqın düşüncəsində yaşaması Nəbiyə olan böyük hörmətin göstəricisidir. Rəvayətlərdə Həcərin də xüsusi yeri vardır. O cəsarətli, ağıllı və vəfalı qadın kimi təqdim olunur. Həcər təhlükəli anlarda qorxmadan Nəbinin yanında dayanır, onunla birlikdə çətinliklərə sinə gərirdi. Bu səbəbdən xalq yaradıcılığında Nəbi və Həcərin adları ayrılmaz şəkildə çəkilir. Qaçaq Nəbi haqqında yaranmış xalq yaradıcılığı nümunələri yalnız keçmişi anlatmır. Onlar eyni zamanda mərdlik, vətən sevgisi, sədaqət, dürüstlük və ədalət kimi mənəvi dəyərləri gələcək nəsillərə çatdırır. Bu əsərlər gənclərin milli ruhda böyüməsində mühüm rol oynayır. Bugün də aşıqlar və sənət adamları Qaçaq Nəbinin adını hörmətlə yad edir. Onun haqqında yazılmış əsərləri ifa edirlər. Məktəblərdə, kitabxanalarda və mədəniyyət ocaqlarında onun həyatına həsr olunmuş tədbirlər keçirilir. Beləliklə, xalq yaradıcılığı Qaçaq Nəbinin adını bu günümüzə qədər yaşatmışdır. Qaçaq Nəbi haqqında yaranmış dastanlar, mahnılar və rəvayətlər Azərbaycan xalqının mənəvi sərvətidir. Bu irs xalqımızın azadlıq sevgisini, haqq uğrunda mübarizə əzmini və qəhrəmanlarına olan sonsuz ehtiramını əks etdirir. Növbəti hissədə Qaçaq Nəbinin həyatından çıxarılan ibrətlər və onun gənc nəsil üçün örnək olan cəhətləri mövzusu təqdim ediləcək. Omdir. Qaçaq Nəbinin həyatından çıxarılan ibrətlər və gənc nəsil üçün örnək olan cəhətləri. Qaçaq Nəbinin həyatı Azərbaycan xalqı üçün təkcə tarixi hadisələr toplusu deyil, həm də böyük bir həyat məktəbidir. Onun keçdiyi ömür yolu göstərir ki, insan hər zaman haqqın yanında olmalı, zülmə və haqsızlığa qarşı mübarizə aparmalıdır. Bu səbəbdən Qaçaq Nəbinin adı bugün də hörmətlə anılır. Nəbinin həyatından öyrənilən ən mühüm dərslərdən biri dürüstlükdür. O, heç vaxt verdiyi sözdən dönməz, dostlarına və silahdaşlarına xəyanət etməzdi. İnsanlar ona məhz doğru danışdığı və sözünün sahibi olduğu üçün inanırdılar. Cəmiyyətdə etibar qazanmağın əsas yolu da dürüst olmaqdır. Qaçaq Nəbi cəsarəti ilə də gənclərə nümunədir. O, təhlükədən qorxmurdu. Lakin onun cəsarəti düşünülməmiş hərəkətlər etmək demək deyildi. Nəbi əvvəl vəziyyəti qiymətləndirər, sonra qərar verərdi. Bu xüsusiyyət göstərir ki, həqiqi igidlik ağılla birlikdə olmalıdır. Onun vətən sevgisi də örnəkdir. Nəbi doğulduğu torpağı böyük məhəbbətlə sevirdi. O, rahat yaşamaq üçün el obasını tərk etmədi, xalqının yanında olmağı üstün tutdu. Bu, vətənə bağlılığın ən gözəl nümunələrindən biridir. Qaçaq Nəbi ehtiyacı olan insanlara kömək etməyi özünə borc bilirdi. O, imkan daxilində kasıbların qayğısına qalır, çətin vəziyyətdə olan ailələri müdafiə edirdi. Bu davranış insanlara xeyirxah olmağın, paylaşmağın və mərhəmətin əhəmiyyətini öyrədir. Həcərlə olan münasibəti də ailə sədaqətinin gözəl nümunəsidir. Onlar həyatın ən ağır sınaqlarını birlikdə keçmiş, bir-birlərinə dayaq olmuşlar. Bu, ailədə qarşılıqlı hörmətin, etibarın və sədaqətin nə qədər vacib olduğunu göstərir. Qaçaq Nəbinin həyatından öyrənilən başqa bir dərs birlikdir. O, tək başına deyil, silahdaşları ilə birlikdə mübarizə aparmışdır. İnsanlar bir məqsəd uğrunda birləşəndə daha böyük uğurlar əldə edə bilirlər. Birlik xalqın ən böyük güclərindən biridir. Nəbinin həyatı onu da göstərir ki, insanın əsl sərvəti mal-dövlət deyil, qazandığı hörmət və yaxşı addır. Aradan 100 ildən çox vaxt keçməsinə baxmayaraq, Qaçaq Nəbinin adı bugün də yaşayır. Bunun səbəbi onun topladığı var dövlət deyil, xalqın qəlbində qazandığı sevgidir. Bu gün Azərbaycan gəncləri Qaçaq Nəbinin həyatını öyrənərkən cəsarət, dürüstlük, vətən sevgisi, mərhəmət və sədaqət kimi yüksək mənəvi dəyərləri də öyrənirlər. Bu keyfiyyətlər hər bir insanın həyatında mühüm yer tutur. Qaçaq Nəbinin ömür yolu sübut edir ki, insan öz əməlləri ilə tarixdə iz qoyur. Yaxşılıq edən, haqqı qoruyan və xalqına xidmət edən insanlar heç vaxt unudulmurlar. Elə buna görə də Qaçaq Nəbi Azərbaycan xalqının yaddaşında əbədi yaşayan qəhrəmanlardan biridir.
Növbəti hissədə Qaçaq Nəbi haqqında maraqlı tarixi faktlar mövzusu təqdim olunacaq. On iki. Qaçaq Nəbi haqqında maraqlı tarixi faktlar. Qaçaq Nəbinin həyatı ilə bağlı həm tarixi mənbələrdə, həm də xalq yaddaşında çoxlu məlumatlar qorunub saxlanılmışdır. Bu məlumatların bir hissəsi tarixi sənədlərlə təsdiqlənir. Bir hissəsi isə xalq arasında yaranmış rəvayət və dastanlardan ibarətdir. Buna baxmayaraq, onların hamısı Qaçaq Nəbinin xalq arasında necə böyük hörmət qazandığını göstərir. Qaçaq Nəbinin əsl adı Nəbi Kərbəlayı oğlu idi. O, Oxotxoq əsrinin ikinci yarısında Zəngəzur mahalının Aşağı Mollu kəndində dünyaya gəlmişdir. Uşaqlıqdan zəhmətkeş və cəsur insan kimi tanınmışdır. Qaçaq sözü onun adının ayrılmaz hissəsinə çevrilmişdir. Bu ad ona cinayət törətdiyi üçün deyil, Çar hakimiyyətinin təqibindən dağlara çəkildiyi üçün verilmişdir. Xalq isə bu sözü daha çox zülmə qarşı çıxan igid mənasında işlədirdi. Tarixi mənbələr göstərir ki, Qaçaq Nəbi uzun illər Çar hökumətinin axtarışında olmuşdur. Onun tutulması üçün müxtəlif vaxtlarda mükafat da vəd edilmişdi. Buna baxmayaraq, xalq onu gizlədir, təhlükə barədə xəbərdar edir və mümkün olan köməyi göstərirdi. Qaçaq Nəbi at sürməkdə və silah işlətməkdə böyük məharətə malik idi. O, dağ yollarını çox yaxşı tanıyırdı. Buna görə də düşmən dəstələri onu izləməkdə və ələ keçirməkdə çətinlik çəkirdilər. Onun həyat yoldaşı Həcər də qeyri-adi cəsarəti ilə tanınırdı. Azərbaycan tarixində silahlı mübarizədə ərinin yanında dayanan qadınların sayı çox deyildir. Həcər bu baxımdan xalqın yaddaşında xüsusi yer tutmuşdur. Qaçaq Nəbi haqqında müxtəlif bölgələrdə fərqli rəvayətlər danışılır. Bəzi rəvayətlərdə onun kasıb ailələrə gizli kömək etdiyi, bəzilərində isə çətin vəziyyətdə olan insanları zülmdən xilas etdiyi söylənilir. Bu rəvayətlərin hamısını tarixi həqiqət kimi qəbul etmək mümkün olmasa da, onlar xalqın Nəbiyə olan böyük sevgisini əks etdirir. Azərbaycan aşıq sənətində Qaçaq Nəbinin adı tez-tez çəkilir. Aşıqlar onun haqqında qoşmalar, gəraylılar və dastanlar yaratmış, bu əsərləri sazın müşayiəti ilə el məclislərində ifa etmişlər. Beləliklə, Qaçaq Nəbinin şöhrəti yazılı mənbələrdən əvvəl xalqın yaddaşında yaşamışdır. Qaçaq Nəbinin həyat yolu yazıçılar, tarixçilər və sənət adamları üçün də maraqlı mövzu olmuşdur. Onun haqqında kitablar yazılmış, elmi araşdırmalar aparılmış, bədii filmlər və səhnə əsərləri hazırlanmışdır. Bu əsərlər onun xatirəsinin yaşamasına böyük töhfə vermişdir. Bugün Qaçaq Nəbinin adı Azərbaycan tarixində haqq uğrunda mübarizənin, mərdliyin və xalqına sədaqətin rəmzi kimi yaşayır. O, yalnız öz dövrünün deyil, bütün zamanların yaddaşında qalan xalq qəhrəmanlarından biri hesab edilir. Beləliklə, Qaçaq Nəbinin həyatı və fəaliyyəti sübut edir ki, xalqın sevgisini qazanmaq üçün var dövlət deyil, dürüstlük, mərdlik, ədalət və vətən sevgisi lazımdır. Məhz bu yüksək mənəvi keyfiyyətlər onun adını tariximizdə əbədi yaşatmışdır. On üç. Qaçaq Nəbinin xatirəsinin yaşadılması. Qaçaq Nəbinin vəfatından uzun illər keçməsinə baxmayaraq, onun adı Azərbaycan xalqının yaddaşından silinməmişdir. Xalq öz qəhrəmanını həmişə böyük hörmət və ehtiramla yad etmiş, onun haqqında yaranmış rəvayətləri, dastanları və mahnıları nəsildən nəslə ötürmüşdür. Bugün də Qaçaq Nəbi milli qəhrəmanlıq ruhunun parlaq simalarından biri hesab olunur. Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar Qaçaq Nəbi haqqında xatirələri qoruyub saxlamışlar. Yaşlı nəsil onun igidliyi barədə eşitdiklərini gənclərə danışmış, beləliklə Nəbinin adı xalqın yaddaşında yaşamağa davam etmişdir. Tarixçilər və araşdırmaçılar Qaçaq Nəbinin həyatını öyrənmək üçün müxtəlif tarixi sənədləri, arxiv materiallarını və xalq arasında qorunub saxlanılan rəvayətləri araşdırmışlar. Bu araşdırmalar onun yaşadığı dövrü daha dərindən anlamağa kömək etmişdir. Azərbaycan yazıçıları və şairləri də Qaçaq Nəbinin xatirəsinin yaşadılmasına mühüm töhfələr vermişlər. Onun haqqında yazılmış bədii əsərlərdə Nəbinin mərdliyi, Həcərin vəfası, xalqın azadlıq arzusu və ədalət uğrunda mübarizəsi geniş şəkildə təsvir edilmişdir.
Səhnə əsərləri və bədii filmlər də Qaçaq Nəbinin həyatını daha geniş oxucu və tamaşaçı kütləsinə çatdırmışdır. Bu əsərlər sayəsində yeni nəsil onun həyatı və mübarizəsi ilə yaxından tanış olmuşdur. Məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatı öyrədilərkən Qaçaq Nəbinin adı hörmətlə çəkilir. Müəllimlər onun həyat yolunu şagirdlərə vətən sevgisi, mərdlik, dürüstlük və ədalət nümunəsi kimi izah edirlər. Bu, gənclərin milli mənəvi dəyərlərə bağlı böyüməsində mühüm rol oynayır. Aşıq sənətində də Qaçaq Nəbinin xatirəsi yaşayır. Bugün də bəzi aşıqlar onun haqqında qoşmalar və dastanlar ifa edir. El qəhrəmanının adını yaşadırlar. Belə əsərlər xalqın keçmişini unutmamasına və milli yaddaşın qorunmasına xidmət edir. Qaçaq Nəbinin həyatı göstərir ki, xalq üçün çalışan, haqqı müdafiə edən və zülmə boyun əyməyən insanlar heç vaxt unudulmurlar. Onların adı tarix kitablarında, xalq yaradıcılığında və insanların qəlbində yaşayır. Bu gün də Qaçaq Nəbi Azərbaycan xalqının ən sevilən tarixi şəxsiyyətlərindən biri sayılır. Onun ömür yolu hər bir insana doğru olmaq, mərd yaşamaq, vətənini sevmək və haqqı qorumaq kimi yüksək dəyərləri aşılayır. Beləliklə, Qaçaq Nəbinin xatirəsi yalnız keçmişin yadigarı deyil. O, bugün də xalqımızın milli ruhunu, azadlıq sevgisini və ədalət duyğusunu yaşadan mənəvi sərvətlərimizdən biridir. Onun adı gələcək nəsillər tərəfindən də hörmətlə anılacaq və Azərbaycan tarixinin şərəfli səhifələrində daim yaşayacaqdır. Qaçaq Nəbinin mübarizəsinin tarixi əhəmiyyəti. Qaçaq Nəbinin apardığı mübarizə Oktov əsr Azərbaycan tarixində mühüm hadisələrdən biri hesab olunur. Onun fəaliyyəti təkcə bir insanın həyatı deyil, həm də həmin dövrdə xalqın yaşadığı ağır vəziyyətin, haqsızlıqların və azadlıq istəyinin ifadəsi idi.